Qərbi Azərbaycan icmasında ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ilə əlaqədar toplantı keçirilib. Mərasim Qərbi Azərbaycan icması və Modern İnkişaf və Ailə İctimai Birliyinin birgə təşkilatçılığı ilə geniş auditoriyanın diqqət mərkəzində olub. Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, Qərbi Azərbaycan icması idarə heyətinin üzvləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, vətən müharibəsi qəhrəmanları iştirak ediblər. İştirakçılar əvvəlcə şəhidlərimizin xatirəsini sükutla yad ediblər. Dövlət himnimiz səsləndirilib. Mərasimi Milli Məclisin deputatı, Qərbi Azərbaycan icması idarə heyətinin sədri Əziz Ələkbərli açaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Ulu Öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyəti ölkəmizin inkişafında, beynəlxalq aləmdə tanınmasındakı böyük missiyasına həsr olunmuş silsilə kitabların müəllifi, yazıcı, publisist, ali dərəcəli həkim, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyevanın əsərlərinin təqdimatı təqdirə layiqdir. Bu kitablar 44 günlük vətən müharibəsindəki zəfərimizin baş komandanı Prezident İlham Əliyevin hərtərəfli dövlətçilik fəaliyyətini hər meydanında və arxa cəbhədəki uğurlarını əks etdirən qiymətli mənbələrdir. Xarüqələr yaradan qətiyyətli lider kitabının spesifik xüsusiyyətlərindən bəhs edən iştirakçılar onu da qeyd etdilər ki, 44 günlük zəfərimizdən sonra Qarabağda aparılan quruculuq işləri Azərbaycanın yeni inkişaf yolu, Heydər Əliyev siyasətinin uğurlu davamçısı, dövlət rəhbəri İlham Əliyevin dövlətçilik missiyası hər üç kitabın ideya məzmununun ana xəttini təşkil edir. Çıxış edənlər onu da qeyd etdilər ki, hər üç kitab Heydər Əliyev irsi, zəfər tariximizin fatihləri, xarüqələr yaradan qətiyyətli lider kitabları həm tarixi yaddaşın qorunmasında, həm milli ideologiyanın və vətənpərvərlik ideyaların təbliğində mühüm əhəmiyyətə malikdir. Toplantının sonunda müəllif tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirərək dedi: Heydər Əliyev ideyalarının zəfər yürüyüşü davam edir. Mən indi düşündüm ki, torpaqlarımızı aldıq, müstəqil olduq, suveren olduq, özgür Azərbaycanda yaşayırıq. Demək ki, biz şəhid ailələrimizi, şəhidlərimizi və qazilərimizi bu da tarixdə qalmalıdır. Bunları qələmə aldıq. İndi hal-hazırda o kitabın son bir neçə günə hazır olacaq. O da mən öz ehtiramımı, hörmətimi o ailələrə göstərmək istəyirəm. Mən istəyirəm ki, o kitab hər onu bitirən, şəhid verən ananın evində ona bir kömək olsun, ona bir sanki ona bilsin ki, oğlu evindədir. Biz de bu cür bir qələmə aldıq. Yəni, bu günləri mən çox istəyirəm ki, bu sahədə də yazarlarımız çox olsun. Nə qədər çox olsa, bizim tariximiz o qədər böyük qüvvədə olacaq. Yəni, bu hər evdə bu yazılar getməlidir. Mən bu günləri sizin hər birinizə bir daha minnətdarım. Yenə də deyirəm, çox danışmalar, amma mən istəyirəm ki, yorulmuşsunuz. Mən buradan bir sözümü demək istəyirəm ki, yaşasın bizim Azərbaycanımız, yaşasın bizim möhtərəm prezidentimiz, yaşasın bizim yeni prezidentimiz və yaşasın bizim qəhrəman xalqımız. Allah sizlərə can sağlayın.